Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala xatemen nebiyyin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Əmmə bə'd. Əziz və dəyərli olan qardaşlar, hər birinizi salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Və bundan sonra özümə və sizlərə Allahdan haqqı ilə qorxmağı tövsiyə edirəm. Çünki bu Allah Subhanahu wa Taala'nın həm bizə, həm də bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Uca Rəbbimiz buyurur ki: "Və laqad vassaynallazīne utul kitaba min qablikum və iyyakum an ittaqullah." Biz sizdən öncəki nəsillərə etdiyimiz kimi, nəsihət etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və elhamdülillah Allah Subhanahu wa Taala'nın dini sayəsində Allah bizi cəm edib. Bizi qardaş edib. Bizi qardaş edən Allahın dinidir. Necə ki, Uca Rəbbimiz buyurur ki, yəni siz baxın, bir zamanlar ayrı-ayrı idiniz, düşmən idiniz. Və Allahın dini sayəsində fəəllifə beynə qulubikum və asbəhtum bi ni'mətihi ixvan. Allahın dini sayəsində Allah qəbirlərinizi birləşdirdi və asbəhtum bi ni'mətihi ixvan. Və onun dini sayəsində qardaş oldunuz. Və Rəbbimizə şükürlər olsun. Bu ən böyük nemətdir. Rəbbimiz bizə qardaşlıq nemətini verib. Baxsan, Muhammed sallallahu aleyhi və səlləmin sahabələr ilə olan qardaşlığına, baxsan, sahabələrin qardaşları ilə, sahabələr ilə olan qardaşlığına, sən təəccüblənərsən ki, necə qardaş olublar. Siriya baxsan, həqiqətən səni təəccübləndirər olan qardaşlığı. Tabinlərin həyatına baxsan, təəccübləndirər səni ki, onlar necə şiddətli bir-birlərini istəyiblər. İki qardaş bir-biri üçün əlindən gələni edib. Və necə ki, dedi, İbn Abbas radiyallahu anhu etiqafda olarkən fikir ver, qardaşı gəlir, deyir, ey əxim deyir, nədir səni narahat edən? Niyə qəmlisən? İbn Abbas deyir ki, radiyallahu anhu, söylədi, o deyir ki, borcum var, borc məni sıxır. İbn Abbas radiyallahu anh qalxdı ayağa, dedi ki, gedim borcunu sənin üçün danışım, yüngülləşdirsin. Qayıtdım, dedim ki, bəs hara gedirsən, yəni etiqaf var. Amma İbn Abbas deyir, qayıtdı, mənə dedi ki, 10 il etiqafda qalmaqdan xeyirlidir sənin sıxıntın üçün getməyim. 10 il etiqafda qalmaqdan. Və etiqaf savabı haqqında yenə xatırlatma edək, çünki Allah Subhanahu taala buyurur ki: "Və zəkkir fə innə zikrə tənfəul mu'minin." Sən xatırlat, həqiqətən xatırlatmaq kimlərə fayda verir? Möminlərə fayda verir. Etiqaf savabı kim etiqafda qalarsa, yəni özün Allah üçün məsciddə nəfsin həbs edərsə 10 gün, 20 gün, 1 ay Allaha olan ibadətdə keçirərsə, Allah Subhanahu taala onunla cəhənnəm arasında 3 xəndək yaradar. Hər xəndəyin məsafəsi şərqlə qərbin arasında olan məsafədir. İbn Abbas nə deyir? 10 il etiqafda qalmaqdan xeyirlidir. Sənin üçün gedim, o borcu danışım ki, qardaşım borc içindədir, narahatdır. Onun borcunu yüngülləşdirir. Belə olublar. Necə döyüşdə bir-birləri üçün sudan şiddətli yanırdılar. Su istəyir, su gətirir, baxır digər qardaşı inildiyir ağrılardan, yaradan. Özü içmir, qardaşına verir. O da içmir, növbəti qardaşına verir. Allah deyir, mənə çatanda deyir, digərləri ölmüşdü. Belə idilər, yəni onların dediyim kimi əvvəldə baxsan seyrasına, vallahi ki, qardaşlıq, onlarda olan qardaşlıq səni təəccübləndirər. Təəccübləndirər, deyərsən ki, onlar dəli olublar, dəli. Elə qardaş olublar. Çünki onların müəllimi Muhammed sallallahu aleyhi və səlləm idi. Onlar sünniyə əməl edən kişilər idilər. Onlarda olan qardaşlıq möhkəm idi, aralarına heç nə girməzdi. Və bu qardaşlığı onlar qoruyurdular, qardaşlar. Ən başlıca səbəbi qardaşlığı qorunmağın və qardaşlığı darmadağım edən ən böyük bəla qeybət xəstəliyidir. Ən böyük bəla. Və bundan Allaha sığınmalıyıq ki, ya Rabbi, bizi bu xəstəlikdən qoru.
Ya Rabbi, qeybət edən qardaşlarımıza şifa ver, onlara yardım etkindən və onlara qeybətdə onlara yardım etməməliyik. Bax ki, Fudeyl İbn İyad rahimallah nə söyləyir? Söyləyir ki, əgər bir toplamda, bir yerdə qeybət üzə çıxarsa, yəni qeybət yayılarsa, orada Allah üçün qardaşlıq yəni qalmaz. Aradan qalxar. Onlar qeybətə icazə verməzdilər sahabələr. Tabeinlər qeybətə icazə verməzdilər yanlarında hər hansısa bir qardaşın qeybəti edilsin. Ona görə onlarda olan qardaşlıq möhkəm idi. O zaman ki, qeybət girdi, artıq necə ki, Fudeyl ibn İyad rahimallah deyir ki, ortada qardaşlıq qalmaz. Aradan qalxar. Çünki qeybət iki qardaşın arasını darmadağın eləyir. Həmçində nəmmamlıq. İnşallah bu nəsihətdə qeybətdən danışacağıq. Allah müvəffəq edəsin. Növbəti mövzuda inşallah nəmmamlıqdan danışacağıq. Allah nəsib etsin, müvəffəqiyyət Allahdandır. Qeybət haqqında inşallah danışaq, onun hökmü haqqında. Elm əhli buyurur ki, فَإِنَّهُ قَدْ اتَّفَقَ أَهْلِ الْعِلْمِ عَلَى تَحْرِيمِ الْغَيْبَ لِلْمُسْلِمِ وَذَلِكَ لِنَصِّ الْكِتَابِ وَالسُنَّةِ. Kitab, yəni Quran və sünni ilə qeybət hökmü haramdır, qeybətin hökmü. Və Allah subhanahu wa ta'ala mübarək kəlamında buyurur ki, qeybətin haramlığı haqqında Ya eyyuhəl-ləzīnə əmənu ictənibu kəsiran minəz-zann. Ey iman gətirənlər, zənnin çoxundan çəkinin. İnnə bə'də-zanni ism. Həqiqətən zənnin bəzisi günahdır. Sonra Rəbbimiz buyurur ki, və lə təcəssəsu. Bir-birinizi güdməyin. Və lə yaqtab ba'dukum ba'da. Bir-birinizin də qeybətin qırmayın. Uca Rəbbimiz buyurur. Sonra buyurur ki, misal verir Allah subhanahu wa ta'ala. Buyurur ki, Əyuhibbu əhədukum ən yəkulə ləhmə əxihi meytən fəkərihtumu. Sizdən biriniz ölmüş qardaşının ətin yeməyi istəyərmi? Fəkərihtumu, siz axı bunu xoşlamırsınız, iğrənirsiniz. İnsan da ölmüş qardaşının ətin yiyər. Yəni, sonra Allah subhanahu buyurur ki, vəttəqullah, Allahdan qorxun. Allah tövbəyə çağırır qeybət edənləri. İnnallaha təvvabur rahim. Sonra da Rəbbimiz yolun öyrədir ki, həqiqətən Allah təvvabur, tövbələri qəbul edəndir, rəhimlidir. Fikir verin, İbn-i Hüseyn rahiməllah deyir ki, Allah subhanahu niyə ölmüş qardaşın dedi? Yəni, meyyitlə vəsf elədi, qardaşının demədi, ölmüş. Çünki şeyx deyir ki, İbn-i Hüseyn rahiməllah, ölmüş deməkdə vəsf, ölünün qeybətini edən adama ölü cavab verə bilmir. Qeybət etdiyi şəxsə rədd verə bilmir. Ölüdür. Qeybət edən sağ bir qardaşının qeybətini etsə, çünki o olmadığı yerdə edir. Qeybət o nədir? Qardaşın olmadığı yerdən, yəni onun arxasıca xoşlamadığı bir şey danışmağında inşallah tərifi deyəcəyik. Qardaşın da sənə cavab verə bilmir. Misal gətirir ki, Müslim Rahman deyir ki, bunun misalı ona görə meyyit dedi. Çünki ölü arxasıca danışanana rədd verib özünü müdafiə edə bilmir. Eyni ilə də qeybət budur. Sonra həmçinin qeybətin haramlığına Müslim Rahmanullah rəvayət edir. Əbu Hüreyrə radiyallahu anhu buyurur ki, Ənə rəculan səələ Rasulullah sallallahu aleyhi və səlləm anil qeybə. Bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmdən qeybət haqqında soruşur. Fəqalə Peyğəmbər sallallahu aleyhi və səlləm baxın qeybətin tərifini deyir. Əl-qeybə zikruka əxakə bimə yəkrahu. Qeybət qardaşının xoşlamadığı bir şey danışmağındır. Qilə, sahabə dedi, Əfərayətə izə kənə fi əxi mə əqul. Ey Allah olsun, mənim söylədiyim, əgər əximdə, qardaşımda varsa necə? Yəni, onda olanı danışıram da. Allah Rasulü qalə dedi ki, İn kənə fihi mə təqul. Əgər sənin söylədiyin qardaşında varsa, fəqad iqtəbtəhu. Artıq qeybət etmisən. Varsa qeybət etmisən. Və in ləm yəkun fəqad bəhəttəhu. Yox, əgər söylədiyin qardaşında yoxdursa, fəqad bəhəttəhu, yəni artıq böhtan atmısan. Yəni, sənin deməyin ki, olanı deyirəm də,
İndi eşidirik də, yəni deyirsən ki, qardaş, yəni nəsihət eləmə, deyir, olanı deyirəm də. Nə deyirəm? Var da həqiqətən. Sən olanı deməyin qeybətdir. Olmayanı deməyin isə böhtandır. Və həmçinin o fi rivayə başqa rivayətdə gəlib ki, əl-qeybə ən təzkurər-rəcul bimə fihi min xalfihi. Qardaşının arxasıca onda olan şeyi danışmağındır. Bimə fihi. Onda olan şeyi. Min xalfihi. Arxasıca. Yəni qardaş oldu, olmadı. Bir rivayətdə gəldi ki, xoşlamadığı bir şey. Yəni məhəllə deyir ki, yanında olsa belə. Xoşlamadığı bir şey danışsan, qeybətdir. Yox, digər rivayətdə o olmadığı vaxtda. Qardaş yoxdur, burada ondan danışırsan. Nə? Bimə fihi. Onda olanı. Yəni onda olan şeyi danışmaq qeybətdir. Və Həsən əl-Basri Rahiməllahın dəyərli sözünü xatırladım. Söyləyir ki, Rahimallah, insanın arxasınca danışmaq 3 növdür. Birincisi qeybətdir, ikincisi böhtandır, üçüncüsü ifqdir. Söyləyir ki, Rahimallah, əgər qardaşında olanı danışsan, bu qeybət sayılır. Qardaşında olmayan bir şeyi danışsan, bu böhtan sayılır. Qardaşın haqqında sənə gəlib çatan yalanı danışsan, bu ifqdir, yəni iftiradır. Qardaşında olmayan bir xəbəri sənə gəlib çatdırsalar və sən də onu danışsan, bu ifq sayılır. Allah bizi qorusun. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ləmmə ulicə bi mərartu bi qovmin ləhum əzfar min nühəs. Allah Resulü Meyracda olarkən bir qövmin yanından keçdim deyir. Onların misdən olan dırnaqları var idi. Misdən olan dırnaqları var idi. Yaxməşunə vucuhəhum və sudurahum. Və üzlərin və sinələrin cırırdılar. Fəqultu, dedim ki, mən həuləyə Cibril. Ey Cəbrail, bunlar kimlərdir? Qalə, dedi ki, həuləyə-ləzinə yəkulunə luhumun nəs. Bunlar insanların qeybətini edirdilər, ətin yeyirdilər. Luhumun nəs, yəkulunə luhumun nəs, insanların ətini yeyirdilər. Sonra və yəqaunə fi əradihim, insanların izlərinə də, namuslarına da toxunurdular. Qiyamət günü Allah onlara cəza verəcək, misdən olan dırnaqlar olacaq, üzlərin və sinələrin cıracaqlar. Allah bilir nə qədər. Allah təmizləyənə kimi. Allah qorusun. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm növbəti hədisdə buyurur ki, Yə mə'şərə mən əmənə bilisanihi və ləm yədxulul imanə qalbəhu. Ey dili ilə iman gətirib qəlbinə iman daxil olmayan kəslər. Allah Resulü şiddətli başlayır. Sallallahu aleyhi və səlləm. Sonra Allah Resulü buyurur ki, Lə təxtabunəl muslimin. Müsəlmanların qeybətini etməyin. Və lə təttəbiu avratihim. Onların eyiblərini açmayın. فَإِنَّهُ مَنْ اتَّبَعَ عَوْرَاتِهِمْ يَتَّبَعُ اللّٰهُ عَوْرَتَهُ. Kim onların eyiblərini, yəni müsəlmanların eyiblərini açarsa, Allah da onların eyiblərini açar. وَمَنْ يَتَّبِعِ اللّٰهِ وَعَوْرَتَهُ يَفْتَحُ فِي بَيْتِهِ. Allah da kimin eyiblərini açarsa, onu evinin içində rüsva edər. Allah bizi qorusun. Qeybət, yəni çox şiddətli bir günahdır. Və minəl kəbəir, elm əhli deyir ki, böyük günahlardandır. Necə ki, Qurtubi Rahimallah təfsirində gətirir. Böyük günahlardandır, minəl kəbəir. İttifaq edib əhl-i sünnə vəl cəmaa. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim öz evində oturub heç bir insanın qeybətini etməzsə, Allahın zəmanəti altında olar. Yəni, Allah onu qoruyar. Əgər evində oturar, heç bir kəsin, heç bir müsəlman qeybətini etməzsə. Və həmsinin o qədər şiddətli bir əməldir ki, təhlükəli bir əməldir ki, Allah həm bu dünyada rüsva edir, həm də axirətdə. Allah qorusun. Və buyurur ki, sallallahu aleyhi və səlləm, Mən raddə an irdi, əxihi raddallahu an vəcihin nara yevməl qiyamə. Kim qardaşının qeybətini etməz, yəni onun irzin qoruyarsa, Allah onun üzün qiyamət günü cəhənnəm odundan qoruyar. Yəni, fikir verin hədislərə, Peyğəmbər sallallahu aleyhi və səlləm bunları kimlərə tədris edirdi? Sahabələrə.
Onlar da əməl edirdilər deyənə onların arasında qeybət getmirdi. Qeybət də olmadığı yerdə qardaşlıq şiddətli olur. Allah Resulü buyurur ki, "Əl-mu'min lil-mu'min kəl-bunyan. Yeşuddu ba'duhu ba'da." Peyğəmbər sallallahu aleyhi və səlləm sahabə dedi ki, mömin digər mömin üçün kəl-bunyan, bina kimidir. Yeşuddu ba'duhu ba'da. Biri digərin, yəni örtər, yəni biri digərin qoruyar. Binada necə ki, bir təbəqə digər təbəqənin üstünə oturur, biri digərini qoruyur, möhkəmləşdirir. Mömin də belədir. Sahabə deyir ki, Allah Resulü danışanda əllərin bir-birinə keçirtdi barmaqlarını. Yəni onlar Peyğəmbər sallallahu aleyhi və səlləm tələbələri idi, əməl edirdilər. Ona görə vallahi ki, onların arasına girmirdi deyənə qeybət, nəmmamlıq, möhkəm idilər. Qardaşa nəsə olanda gedirdilər dərhal. Sahabə nə deyir? Deyir, qardaşımızı görməyəndə axtarıb tapardıq onu. Gedərdik evinə. Baxardıq ki, xəstə idisə getməyimizin məqsədi ziyarət olardı. Yox, qardaşımızın köməyə ehtiyacı var idisə, ona kömək edərdik, bu da bizə üstün olardı. Yəni bunlar hamısı onu göstərir ki, mömin qardaşının yanında olmalıdır. Qeybət isə darmadağım edir. Nəmmamlıq isə darmadağım edir. Allah qorusun. Və Cabir radiyallahu anh deyir ki, "Kunnə ma'an Nəbi sallallahu aleyhi və səlləm." Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə idik. Fərtəfəət rihun cifətin muntinətin. Yəni, çox pis qoxulu bir külək gəldi, yəni. Çox pis qoxulu. Fəqalə Rasulullah sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, "Ətədrunə mə hədihir rih?" Bilirsiniz bu nəyin qoxusudur? Allah sahabələr deyir ki, bilmirik Allahın Resulü. Peyğəmbər sallallahu aleyhi ve sellem bizə dedi ki, Cabir radiyallahu anh deyir. Hədihi rihullezine yaxtabunel mu'minin. Bu möminlərin qeybətini eləyənlərin qoxusudur. Fikir verin. Yəni, nə qədər şiddətli bir günahdır, təhlükəli bir günahdır, təhlükəli bir əməldir. Allah bizi qorusun. Və həmsinin Amr ibn Nas radiyallahu anhdan rəvayət olunur. Nə söyləyir? Söyləyir ki, yoldaşları ilə birlikdə idi və şişmiş, qarnı şişmiş leş qatırın yanından keçir. İstidən köpüb şişmiş leş qatır. Dedi ki, Allaha and olsun ki, sizdən birinizin qarnı dolunca bu leşdən yeməyi xayrun min ən yəkulə ləhmə muslim. Müsəlman qardaşının ətin yeməkdən xayrun, daha xeyirlidir. Bu şişmiş qatırı yeməyi. Onlar belə idilər yəni. Bir-birlərinə nəsihət edirdilər. Ki, qardaş, bax, bunu yeməyimiz qardaşın əti yeməkdən yaxşıdır. Ona görə qeybət girmirdi aralarına, bir-birlərinə nəsihət edirdilər. Və möhkəm idilər. Heç nə onları dağıda bilməzdilər. Ona görə də baxırdın, cihadlara gedirdilər, qalib gəlib qayıdırdılar. 3 nəfər 2000, 10.000, 100.000'lik orduya qalib gəlib. Bilirik tarixdə. Onlar belə idilər yəni. Allah subhanətə onlara nasır verirdi, qələbə verirdi. Və həmçinin elə bir günahdır ki, oruz kimi böyük bir, savablı bir əməli, Allah üçün olan bir əməli puç edir. Savab getdi, qeybət edənin. Ona görə Bəşir İbrahimi söyləyir ki, rahimallah, oruz tutanların ən şərlisi qeybət edənlərdir. Sonra Mücahid rahimallah deyir ki, 2 xislət vardır ki, kim özünü onlardan qoruyarsa, onun orucu salamat qalar. Birincisi deyir, qeybətdir, ikincisi yalandır. Və yekun olaraq Süfyan İbn Uyeynə rahimallah söyləyir ki, qeybət borcdan daha betərdir. Daha şiddətlidir. Çünki borc ödənilir, qeybət isə ödənilmir. Yəni, o qədər şiddətli bir əməldir. Və qeybət eləyən neynəməlidir? Əgər tövbə eləmək istəyirsən, qardaş, sənə agah olub ki, günah eləmişsən və sənə qardaşın buyurur ki, tövbə elə. Birinci o günahdan tövbə edəsən ki, ya Rabbi, məni bağışla. Mən sənə tövbə edirəm. Məni bu günahdan bağışla günah. Ondan sonra qeybətin etdiyin qardaşından gəlib halallıq almalısın. Daha şiddətlisi nədir, qardaş?
Qardaşın yoxdur. Artıq dünyasını dəyişib. Allah Subhanahu müsəlmanlardan dünyasını dəyişənlərə rəhmət etsin. Təsəvvür elə, onda nə edəcəksən? Heç nə. Elm əhli buyurur ki, onda harda ki qeybət etmisən, qardaşını onların yanında tərifləyəcəksən. Və digər elm əhli gətirir ki, onun üçün bağışlanma istəyəcəksən Allahdan. Və onun xeyir əməllərin insanlar içində başlayacaqsan yaymağa. Subhanallah, Allah qardaşımıza rəhmət etsin. Xeyir əməlləri var idi, yaxşılıq edirdi. Və Allah Subhanahu taaladan ümid edəcəksən, Allah səni bağışlayacaq. Və sağ qalanlardan da elələri var ki, yəni onlardan halallıq ala bilmirsən. Necə ola fikirləş bir dənə ölkə başçısının axşama kimi qeybətini edir adam. Səhər ayıldı, başlayır qeybətlə də yuxuya gedir. Axşama kimi rəhbərin qeybətini edir. Necə halallıq alacaqsan? Necə gedib onu görüb deyəcəksən ki, haqqını mən halal elə? Nətər olacaq? Bunu düşünməlidir insan. Özünü qorumalıdır bu şeylərdən. Əksinə, ölkə başçısı üçün dua eləməlidir. Qeybətini etməli deyil. Və bu da geniş yayılmış bir bəlalardandır, günahlardandır ki, insanlar baxırsan ki, rəhbərin qeybətini edir ancaq. Subhanallah, ondan necə halallıq alacaqsan? Heç görə bilmirsən ki, üzr istəyəsən ki, haqqını halal elə. Ancaq danışmışam, qaldırdın, saldın, zülm elədin. Amma sələflər necə idi? Duaların icabət olunan vaxtı deyir, ölkənin başçısı üçün edərdim. Azan, iqamə arasında deyir, başçı üçün dua edirdim. Amma sənin halın ancaq qeybət edirsən. Allah qorusun, Allah Subhanahu taaladan istəyirik ki, uca Allah müvəffəqiyyət çünki Allahdandır. Allah bizləri müvəffəq eləsin, bu xəstəlikdən canımız qurtarsın. Və hər birimiz vallahi qardaşlar, kömək eləməliyik qardaşlarımıza. Hər kəssə ola bilər. Yəni, heç kəs suortalı deyil. Olub, qeybət eləmişik. Amma yanımda olan qardaş mənə nəsiyyət edib ki, xızana, Allahdan qorx. Vallahi, yəni Allahdan qorx. Bununla müalicədir. Bir-birimizə kömək eləyəcəyik. Olub, əlhamdülillah. Gedəcək qardaş, haqqını halala, yəni. Eləmişəm, səhv eləmişəm. Vallahi daha çox səni istəyəcək əvvəlkindən. Daha çox. Çünki Allah onun qəlbinə rəhm salacaq sənə qarşı. Allah bizləri müvəffəq eləsin. Allah Subhanahu taala məclisi xeyirli, bərəkətli eləsin. Uca Allah əmin-amanlığımızı qorusun. Allah Subhanahu taala təhlükəsizliyimizi qoruyan hər kəsdən razı olsun. Subhanakallahumma və bihamdika və əşhədu an la ilaha illa ent və estəğfiruka və etûbü ileyk.